Mən Səbinə Atayeva, moda tarixçisi. Bugün Əli və Nino mağazasında sizi yeni kitablarla tanış edirəm. Başlayaq bu kitabdan. Coco Chanel haqqında çoxlu kitablar yazılıb və mənim YouTube kanalımda onun videoları ilə tanış ola bilərsiniz. Lakin bu kitabı görəndə başa düşdüm ki, bu kitab mütləq mənim şəxsi kolleksiyamda, mənim kitab rəfimdə olmalıdır. Bu kitabı almağın əsas səbəblərini indi açıqlayacağam. Əgər mənim kimi Coco Chanel haqqında fərqli, çoxlu sayda kitab oxumaq istəmirsinizsə, bu kitab sayəsində siz Coco Chanel'in törətdiyi dəb inqilabından tutmuş ta onun davamçısı Karl Lagerfeld'in yoluna kimi izləyə bilərsiniz. İkinci səbəb, Coco Chanel 20-ci əsrin əvvəllərindən başlayaraq ta ölümünə kimi bir çox məşhur incəsənət insanları ilə maraqlı layihələr görülüb. Bax, bu kitabda bütün o layihələrlə tanış ola bilərsiniz. Və üçüncü ən əsası səbəb buradakı olan illüstrasiyalardır. Amma bu adi illüstrasiyalar deyil. Bu Karl Lagerfeld'in özünün öz əli ilə çəkdiyi illüstrasiyalardır. Həmçinin əgər Coco Chanel'in məşuqları ilə yazışdığı məktublar sizə maraqlıdırsa, mütləq bu kitabda tanış ola bilərsiniz. Bir sözlə, bu adi bir kitab deyil. Bu Coco Chanel'in həyatını bir film kimi izləmək üçün gözəl bir illüstrasiya əsəridir. Kitab nadir kitabdır. Tövsiyə edirəm ki, mütləq əldə edəsiniz.